İzahını vermək istədiyim suallardan daha biri 189-cu sual 2025-ci il test toplusundandır. İki eyni növə aid otaq bitkisi şəkildəki kimi tərəzinin gözlərinə qoyulub və tarazlıqda saxlanılıb. Görürük ki, burada A bitkisi və B bitkisi tərəzinin gözünə qoyulub və bildirilib ki, bu tarazlıqdadır. Sualda verilir ki, hansı halda tərəzinin tarazlığı pozulmaz? Aha, burada yəqin ki, burada artıq bitkinin üzərinə işığın düşməyini görürsünüz. Yəni, buradan başa düşməliyik ki, bu fotosintezlə bağlı sualdır. A variantında deyirik ki, A bitkisinə görünən işığın göy və qırmızı, B bitkisinə isə görünən işığın sarı və yaşıl spektri ilə təsir etmək. Bu tarazlığı pozar. Nəyə görə? Çünki fotosintezin intensivliyi göy və qırmızı işıqda daha yüksək olur, sarı və yaşıl işıqda isə daha zəif olur. Ona görə A bitkisi ilə B bitkisi arasında tarazlıq pozular. Çünki A bitkisində karbohidrat sintezi güclü olar, B bitkisində isə zəif. B bəndində deyir, A qabındakı bitkiyə yüksək, B qabındakı bitkiyə isə zəif işıq şiddəti ilə təsir edilməsi. Biz bilirik ki, 10-cu sinif dərsliyimizdə verilib ki, işığın şiddəti fotosintezin məhsuldarlığına təsir göstərən amillərdən biridir. Yəni, işıq şiddəti nə qədər yüksəkdirsə, fotosintez bir o qədər güclü gedir, zəifdirsə, zəif gedir. Bu da tarazlığı pozar. Çünki A qabında yüksəkdirsə, A qabında karbohidrat sintezi güclü gedəcək, B qabında zəif işıq şiddəti verilsə, B qabında zəif gedəcək fotosintez. D bəndinə birinci baxaq. B qabındakı bitkinin yarpaqlarının hər iki üzünü işıq keçirməz örtü ilə bağlamaq. Əgər B qabındakı bitkinin hər iki üzünü işıq keçirməz örtü ilə bağlasaq, bura işıq düşməyəcək və fotosintez prosesi getməyəcək. Amma A bitkisində fotosintez gedər və bu da tarazlığı pozar. Deməli, D bəndi də deyil. Y bəndində deyir ki, B qabındakı bitkinin sulanması. Bəli, su da fotosintezə təsir edən amillərdən biridir. B qabına sulansa, fotosintez burada yaxşı gedəcək, A bəndində zəif gedəcək. Ona görə bu da tarazlığı pozacaq. Amma C bəndində deyirik ki, tərəzini qaranlıq otaqda yerləşdirmək. Tərəzini bütövlükdə götürüb əgər qaranlıq otaqda yerləşdirsək, deməli hər iki bitkinin işıqlanma prosesi zəifləyəcək. Buna görə hər iki bitkidə fotosintez zəifləyəcək və tarazlıq pozulmayacaq. Ona görə cavab variantımız olur burada C bəndi.